Bəli, əziz tamaşaçılar, biz davam edirik. Artıq saat 9-u keçib, ona az qalıb və bilirik ki, bugün şənbə günüdür. İdmanla da məşğul olmağın ən, belə deyim, vaxtıdır, tam vaxtıdır və bilirik ki, açıq havada gəzmək belə insana xeyir verir. Hətta deyərdim ki, bəzi parklar belə var ki, orada müxtəlif idman qurğuları da quraşdırılır. Səhər saatlarında idman eləyək, yoxsa axşam saatlarında hər zaman bir dilemma qarşısında qalırıq. Amma mütəxəssislər də hesab edir ki, məhz səhər saatlarında olunan idman ilə beyin aktivliyini də artırır. İstəyərdik ki, elə canlı bağlantıda əməkdaşımız Nigarı salamlayaq. Çünki o açıq havada bizə deməli idmanı təqdim eləyəcək. Nigar, salam, sabahın xeyir olsun. Buyur, efirdəsən. Təşəkkür edirəm. Mən də sizi salamlayıram. Sabahınız xeyir olsun deyirik. Bugün biz sizə səhər idmanından danışacağıq və idmanın faydalarından, həmçinin açıq havadakı fitness qurğuların faydaları nələrdir? Bildiyiniz kimi paytaxtımızın bir neçə istiqamətində belə açıq havada fitness qurğular quraşdırılıb. Düzgün istifadə qaydasını isə bizimlə birgə birbaşa bağlantıda olan Bodybuilding və Fitness Federasiyasının hakimi Ceyhun Əmidov çatdıracaq. Ceyhun bəy, salam, sabahınız xeyir. Salam, sabahınız xeyir. Bizə indi sinədə sıxma alətdə Məmmədov Ziya 3 qat Azərbaycan çempionu düzgün icra etmə qaydasını göstərəcək. Çünki bu alətdə təhlükəsizlik qaydalarına riayət etmək lazım və düzgün şəkildə eləmək lazım. Zəhmət olmasa. Ağırlıq necə seçilməlidir? Birinci növbədə isinmə hərəkət eləməlisiniz ki, yəni isinmə çəki olmalıdır. Ondan sonra dərhal böyük çəkiləri keçə bilərsiniz də, yəni mərhələ, bir-bir. Yəni daha yüksək 20 kilo artıraraq, yaxud 10 kilo artıraraq icra eləyə bilərsiniz. Sayılar 10 say və yaxud 15 say ola bilər. Yəni baxır çəkiyə. Bir də əsas olan fikir verin, zəhmət olmasa, endirən zaman başqa bir sürətlə endirir, qaldıranda başqa bir sürətlə. Yəni endirəndə daha yavaş sürətlə, qaldıranda daha sürətli qaldıra bilərsiniz. Yəni bu o zaman əzələ çalışmağa başlayır. Hansı əzələlər? Sinə əzələləri və Bu qurğu sinə. Və çiynin ön əzələləri, qolun arxa hissəsi əzələləri və kürək əzələləri çalışır bu hərəkətdə. Ceyhun bəy, çox təşəkkür edirik. Belə hələ ki, çatdırmaq istədiklərimiz bu qədər. Onu da qeyd edim ki, mütəmadi olaraq bu qurğularla bağlı ətraflı məlumatı ötürməyə çalışacaq. Söz yenidən sizdədir. Təşəkkürlər Nigar, ətraflı məlumata görə.